Ümumiyyətlə, əruzun müəyyən ki, o ritmi var. Burada şairlər şeirlərini intonasiya eləyəndə istənilən halda bir obraz, artıq şair özü istəmədən belə bu obraza daxil olur. Çünki onun o ritmi, onun o ahəngi müəyyən mənada bədən dilinə də təsir eləyir. Amma şeirdə belə bir qayda da var ki, onu heç vaxt intonasiyanın və işarələrin ümidinə buraxmaq olmaz. Yəni, sən qəzəl yazırsansa, orada intonasiyanın ümidinə, əl hərəkətinin ümidinə buraxa bilmərsən. Çünki hamı o şeiri sənin nitqindən dinləməyəcək. Çünki onu oxuyacaq. Amma bugün tutaq ki, hər hansısa bir şairin sırf o bədən dilindən istifadə edib şeir deməyi müəyyən mənada onun zəiflik hesab olunur və yaxud da deyək ki, tamamilə ondan imtina eləməyi, çox quru şəkildə şeir deməyi, o da müəyyən mənada onu şeiri çatdırmaqdan... Özün şeiri məhv eləyirsən. Məhv eləyirsən, bəli. Bu məşhur bir deyim var ki, şair öz şeirini deyə bilmir. Çox hallarda bu qiraətçilər tərəf. Çünki qiraətçilər həmin o vəhdəti qura bilirlər. Həm bədən dili ilə, həm intonasiya ilə, səslə qura bilirlər. Amma əruz şairlərində dediyim kimi, bu, belə deyək, biraz daha yaxşı alınır. Həmin o dediyim ahəngə, ritmi var deyə istənilən halda onu müəyyən bir yola çıxardır və artıq o biraz da olsa daha yaxşı şeiri səslənir. Həmin o ölçü, həmin o sözlərin uzanmağı, qısalmağı avtomatik onu oxucuya daha yaxşı şəkildə çatdırmağa. Əsas məsələ emosional təsirdir. Məsələn, sən düz deyirsən, bizim elə şairlərimiz var ki, Lalə xanım, şeir deyəndə bilmirsən ki, bu artıq az qalır bədəni ilə girsin o şeirin içinə, əl, qol filan. Bəzən xeyri olur, bəzən də mane olur.